uğurlarımız da deyil. Vallahi mən sevinirəm. Mesela bizim göydə peykimiz də olsun. Biz tutaq ki, Ukraynaya 2 milyon humanitar yardım da göndərək. Nə bilim, indi nə idi o, Yeni Kaledoniyada inqilabı da dəstəkləyək, Fransanın yerində oturtmaq üçün razıyam, Cibutiyə. Amma arada bir Cəlilabadın kəndlərinə də baxaq. Yəni bu sizcə nə qədər qəliz texnologiya ola bilər ki, 30 kəndə qazın verilməsi sizcə, bax, indi siz də jurnalistsiniz, mən də ixtisasda jurnalistəm də, bizim hələ bu qaz filan texnologiyalarından başımız çıxmır da, sizcə nə qədər qəliz texnologiya ola bilər ki, məsələn, rayonun mərkəzindən hansı kəndinə qaz ötürülməsi. Yəni, borunu bir-birinə qaynaq eləyirsən, arada 3-4 dənə kompresor, bu başqa bir mexanizm var burada. Yəni, Amerika kəşf eləyəcək, yəni Starlink çıxardırsan, göyə peyk göndərsən, turbadan uzalayacaqsan, budur da iş, qardaş. Arada bir kompresor qoyacaqsan, məsələn, bunu niyə sən, məsəl üçün 15 ilə çəkməlisən? Niyə? Nəyə görə? Borun yoxdur, turban yoxdur, kompresorun nədir? Bax, nədir? Qazın yoxdur, denən qazım yoxdur. Qaz xarici satırıq axı biz. Yəni, bax, demək ki, iş görmək istəmirlər. Kimsə, məsəl üçün, rəhbər oturur, deyir, mən əlimi qaldırıb desəm ki, cənab rəhbər, kimdə? İstənilən idarədə. Bu problem var, rəhbər mənə acıqlanar. Qoy mən elə problemi ört bastır elə. Məndən soruşanda ki, hər şey qaydasında dediyim, hər şey qaydasından. Hamı bir-birini aşağıdan yuxarı aldadı, aşağıda da, məsələn, hamı problem içində.